Salam, mənim kanalımın gözəl xanımları, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Əziz xanımlar, rəfiqəmin ad günü idi. Digər rəfiqəmlər dedi, birləşək, yuxa tortu hazırlayaq. İstədim sizlərlə də çəkən göstərəm. Əgər istəsəniz, reseptini sizlərlə bölüşə bilərəm. Əziz xanımlar, inan ki, həqiqətən də hazırlanması da, yəni bir o qədər çətin deyil. Dadı da ki, möhtəşəmdir də, yəni çox mən bəyəndim, yəni ad günü olan dostum da çox bəyənir, yəni həddindən artıq çox sevir deyə elə dedik ki, hazırlayaq, aparaq, nuş etsin. İnanın qızlar, qonaq getməyi də, qonaq gəlməyi də o qədər çox sevirəm ki, yəni hər gün olsa hər gün gedərəm də, evimə qonaq gəlsin, sevinirəm. Yəni həqiqətən də bir o qədər də insanın ürəyi açılır, həm qonaq gedəndə, həm də evə qonaq gələndə. Qızlar, indi mən səsimi hissə-hissə yazacağam ki, sizlər də çox uzun olmasın da yorulmayasınız. Lazım olan məqamlarda mən səsləndirəcəm videonu. Qızlar, tərkibini deyim sizə, nə gedir? Apardığı qədər undur, 3 dənə yumurtadır, sonra vanildir, sodadır, 2 stəkan qatıqdır, sonra 3 xörək qaşığı alma və yaxud da üzüm sirkəsidir. Qəşəng xəmir yoğurulur. Qızlar, burada da göstərdiyim kimi. Yəni xəmiri çox sadədir. Burada da gördüyünüz kimi kündələrə bölünür. Yəni heç gözləməyə ehtiyac yoxdur da, bir sözlə. Rahatdır da, yəni hazırlanması da. Burada da yayır, dostum yayır, yəni rəfiqəm yayır. Və sonra qızlar qoyuruq sacın üzərinə. Həqiqətən də qızlar yumşaq olur da, yəni islatmağa, nəm etməyə ehtiyac olmur. Çox dadlı və görünüşü də bir o qədər də doğrudan da dadı qədər gözəl olur. Baxın qızlar, hazırdır burada da. Görürsünüz necə gözəldir görünüşü ya da həqiqətən də. Yəni əlinizə də vurduğunuz zaman görəcəksiniz, çox dadlı olur, həm də yumşaq olur qızlar. Qızlarda arasını yaymağı ya da heç nə çəkmək istəmədim, yəni yorulmayasınız siz də izlədiyiniz zaman. Yəni ovuntunu əslinə qalsa biraz kobud ovdum. Amma belə deyim də, burada da göstərirəm, görünüşü qədər dadı da həqiqətən də möhtəşəm idi qızlar. Və rəfiqəmin evinə gəldik, ad günü olan qızın evinə gəldik. Buradan ona can sağlığı, uzun ömür arzulayıram. Balaları ilə, yoldaşı ilə bir yerdə xoşbəxt həyat arzulayıram. İnşallah ürəyində nə arzuları var, həyata keçsin. İstədim sizlərlə də göstərim. Onun həyəti həm böyükdür, həm də çox yaşıllıqdır. Heyvanları da baxmağı çox sevir. Toyuqdur, qoyundur, yəni doğrudan da çox gözəl də baxır. Mən bacarmasam da o amma gözəl bacarır. İstədim həyətindən də sizə biraz çəkiliş edəm. Qəfildən getdiyimizə görə qızlar biraz hazırlıqsız oldu. Bizim üçün əslinə qalsa belə daha xoş oldu. Hələlik qızlar, gələn videomda görüşmək üzrə. İnşallah kanalımı bəyənsəniz abunə olub like etməyi unutmayın.